Min illərin sirrini özündə daşıyan Duzdağ mağarasından salamlayıram sizi. Bütün mağaranın hər tərəfi qaya duzu ilə örtülmüşdür. Mənim öz övladım asma və bronxdan, nəfəs darlığından əziyyət çəkirdi. Mən bir valideyn kimi sizinlə bölüşmək istəyirəm. Axşamlar hətta boğulma təhlükəsi olduğu anlarda belə oksigen balonu ilə nəfəs alırdı. Həkimlərə müraciət etdik və nəticədə qərar verdik, Duzdağ mağarasında qalmalı oldu. 3 seansdan sonra o xəstəlikdən ümumiyyətlə xəbər yoxdur. Bu xəstəlikdən əziyyət çəkənlər Rusiya, Kazakistan, Özbəkistan və Azərbaycanımızın bəzi bölgələrindən elə məhz bura müalicə üçün gəlirlər. Kim burada olubsa, başına nə gəlibsə, o hadisəni altda şərh bölümündə yazsın. Əlavə olaraq bunu deyə bilərəm. Apteklərdə, həkimlərdə artıq vəsait xərcləməyə ehtiyac yoxdur. Təbiətin bizə bəxş etdiyi bu məkana mütləq gəlməlisiniz. Hətta gəlib gəzib tanış da ola bilərsiniz. Dünyanın bu gözəl möcüzəsini gəlin siz də görün. Özünüzdən müğayət olun, Allaha əmanət olun. Gələn dəfə görüşərik. Məni izləməyi də unutmayın. Ah, nə gözəl havadır.